Salam, hər vaxtınız xeyir. Bu günlərim Namazov 8-ci sinif polioqram bölməsinin davamını çəkəcəm. Kanalımda var 84, 85, 86-cı səhifələr və davam edirik 87-ci səhifə ilə. Kanalıma abunə olub, bəyəni paylaşmağı unutmuruq. Deməli, başlayaq 21-ci sualdan. Deyir ki, ABCD polioqramda AM tənböləndir. Yadımıza salaq tənbölən nə idi? Tənbölən bucağı yarıya bölürdü. Median çəkildiyi tərəfi yarıya bölürdü. Hündürlük isə qarşıdakı tərəflə 90 dərəcə əmələ gətirirdi. Bunları yadımıza saldıq. Nə idi? Tənbölən bucağı yarıya bölürdü. Və burada deyir, AM tənböləndir. AM tənbölən olduğunu, bu çəkildiyi bucağı alfa-alfa deyərəmmi? Bəli. Burada polioqram birlik qarşı tərəfləri paraleldir. Bu da paralel düz xəttin kəsin əmələ gətirdiyi bucaqlardır. Paralel düz xəttin kəsin əmələ gətirdiyi daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Ona görə mən burada arxayınlıqla yaza bilərəm ki, burada alfadır. Niyə görə isbatını verdim. Alfa-alfa. Aha, məsələn, hələ şərtinə keçməzdən əvvəl bu üç bucağa nəzər yetirsəz, görərsiniz ki, iki bucaq alfa-alfadır. Yəni, otacaq bitişik bucaqlar bərabərdir. Deməli, bu üç bucağın özü bərabər yanlıdırmı? Bəli. Yan tərəflərə A yazıram. Hələ heç məsələ bilmirəm nədir. Sadəcə bildiklərimi məsələnin üzərinə gətirirəm. Deməli, məsələni oxuyaq. Polioqram tənböləndir. ABM. Aha, elə bu üç bucağın bax, perimetrindir. ABM. Burada AA var. Burada bir dənə B deyərəm. A, yaxşı, ABM, hə, AA 80-dir. BM-in, baxın bura, BM-in AM-ə nisbəti bərabərdir 3-ün 4-ə nisbəti. Bilirik ki, nisbətlərdə birinci ilə birinci, ikinci ilə də ikinci bərabərdir. BM 3-dür. İndi bu A-nı silirəm. A-nı yerinə yazacağım. 3K. 3K. AM. AM haradır? Bu B. B-ni işarələmişik. Burada 4K-dır. Gəlin bunu da silək. Burada yazıram 4K. Bu yandakı A-nı da silərəm. Çünki yaxlan bərabərliyin göstərdim. Bura 3K-dırsa BM. Onda burada 3K olacaq. İndi baxaq görə bizdən nə istəyir? Hə, bu balaca üç bucağın perimetri verir. Balaca üç bucağın perimetri, balaca üç bucaq dedikdə, yəni bax bu üç bucaqdan söhbət gedir. Tərəfləri bəllidir. Perimetri nədir? Üç bucağın tərəfləri cəmi 3K üzərinə gəlirəm 3K, üzərinə gəlirəm 4K bərabərdir 80-ə. Bu da eləyir 10K bərabərdir 80-ə, K bərabərdir 8-ə. K-nı tapdım 8. Okey. Deməli, nisbət MC haradır? Bura. Verib 13. AB üzərinə gəl AD-ni istəyir bizdən. Sual. AB-miz nədir? 3K. Bu eləyərmi? 3 vur 8, 24. Çünki K-nı 8 tapmışıq. 24. AB-ni tapdıq. Deməli, AB 3 vur 8, 24. İndi görək AD-ni necə taparıq? Deməli, bura yazırıq 24. AD-mizi görək necə? AD də nədir? Qarşı tərəflərdə polioqramın 3K üstə gəl 13. Aşağıda hesablayaq. 3K üzərinə gəl 13. O da bərabərdir. K-nı yenə 8 vuraram, qoyaram. 8 vurur 24. 24 üzərinə gəlirik 13. O da eləyir 37. Deməli, AD-ni yerinə nə qoyacaq? 37. Bunları cəmləsək, 37 bərabərdir 61-ə. Bu qədər. Deməli, davam edək 22-ci tapşırıqla. 22-ci tapşırıqda görə bizdən nə istəyir? 22-ci tapşırıqda da yenə deyir ki, perimetri 114 sm polioqramın A bucağını yenə tənböləndir. Bura yazıram alfa, alfa. Yenə paralel düz xəttin kəsən əmələ gətirdi daxili çarpaz bucağa görə. Burada alfadır. İndi silib üstündə səliqəni qeyd edəcəm ki, şəklim qarışıq olmasın. Alfa, alfa. Aha. BC tərəfi M nöqtəsi kəsir. AD çıx. BM bərabərdir 7-yə. AB-ni tap deyir. Perimetrdə
114. Mən bura bir x deyərəm. A-diyə də bir y deyərəm. Elədir. Bu üçbucağın görürük, iki bucağı alfa alfası, onda burada x-dir. Yan tərəflər bərabərdir. X-dir. Bizdə perimetri verib 114. Paralleloqram perimetri nəyə bərabərdir? 2 vurulsun tərəflərinin cəminə. Bərabərdir 114-ə. X üzərinə gəl, y bərabərdir 57-yə. X üzərinə gəl, y 57-dir. Və bizə şərt verib AD çıx BM. AD-ni nə işarələmişik? Y-lə. Bunu belə yazaq. Y çıx. BM-i nə işarələmişik? X bərabər 7. Əla. Gətirib burada yazırıq. Y çıx. X bərabərdir 7. Tərəf-tərəfə toplasaq x-lar gedər. 2y bərabərdir 64-ə. Y bərabərdir 32-yə. Bizdən görək nə istəyir? AB-ni istəyir. AB-ni x-lə qəbul eləmişim. Mən amma y tapdım. Gətiririk, fərq yoxdur. İstəyirsiniz. Bir dəqiqə. İstəyirsiniz. Burada yazın yerinə. İstəyirsiniz bu aşağıdakında. İstəyirsiniz burada. Harada istəyirsiniz yazırsınız yerinə. Deməli, mən gətirib burada yazacağım. 32 çıx x bərabərdir 7-yə. X bərabərdir 25-ə. Deməli, burada yazıram. X bərabərdir 25-ə. Bu qədər. Bizdən də elə AB-ni istəyir, yəni x-i. Deməli, keçərək 23-cü tapşırığa. Gözəl suallar var bu Namazovda. Yenə A bucağı tən böləndir. AM A bucağının tən böləndir. Yenə alfa qeyd edirəm. Paralel düz xəttin kəsənlə əməliyyat daxili çarpaz uzaqlar bir-birinə bərabərdir. Ona görə bura alfa deyirəm. BC deməli nisbət verib bizə. BM-in MC-yə nisbəti bərabərdir 11-in 3-ə nisbətinə. Dedi ki, birinci ilə birinci, ikinci ilə ikinci bərabərdir. BM-ə 11K deyirik. 11K. MC-yə də ki 3K deyirik. 11K bura eləyəcək 14K. Alfa bərabərliyinə görə deyəcəyik. Burada 11K-dır. Hələ ki gördüklərimi yazdım. Sonra baxaq görə bizdə nə istəyir 23-cüdə. İndi deyir AD. AD-miz nədir? 14K. 14K bərabərdir. AB üstü gəlir 9. AB-miz nədir? 11K. Üzərinə gəlirik 9. K-nı sol tərəfə keçsəm, olacaq, açıq yazacağım. 14K çıx 11K bərabər 9-da qalır yerində. 3K bərabərdir 9-a. K bərabərdir 3-ə. K-nı tapdıq 3. Paralleloqram perimetr. K-nı tapdıq 3. Onda bura olacaq 33. 11 vur 3. Burada 14-də. Burada olacaq 14 vur 3, 42. Paralleloqramın perimetri nəyə bərabərdir? Perimetr tərəfləri cəminin 2 misli. Tərəflərimizi tapdıq. 2 vurulsun 33, üzərinə gəl 42. Hesablayıb vaxtımızı aparmırıq. Deməli, keçdik 24-cü suala. 24-cü sualda yenə, 24-cü sualda artıq şəkil 25-dir. Baxaq 25-ci şəkilə. Deməli, deyir ki, yenə ABC, bunlar 24-cü şəkildə, əvvəlcədən çəkirəm ki, burada vaxtımız getməsin. 24-cü sual. ABCD paralleloqramda AC və BD diaqonalları çəkilmişdir. Lap gözəl. Perimetr ABCD, burada yazaq. Perimetr ABCD çıx. Perimetr AB perimetr ABD bərabərdir 14-ə. BD bərabərdir 12-yə. BD bərabərdir 12-yə. Deməli, paralleloqramın perimetrini tap. Lap gözəl. Gəlin, biraz bəzi xassələri xatırlayaq. Bilirik ki, paralleloqramın diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Yəni, cüt yarıya bölünür. Yəni, bura ilə bura bərabərdir. Bura ilə də bura bərabərdir. İndi bu bərabərliyi dediyim qaydadır bu. Onu hərflərlə ifadə edəcəm.
Deməli, bura yazaram A, A. Bura yazaram B, B. Paralelogramın tərəflərinə də M, N. Burada M, burada N işarə elədim. Bizdə nə verir? Deyir ki, perimetr ABC'dir. ABC paralelogramın perimetridir. Paralelogramın perimetri nəyə bərabərdir? 2M, M-dən 2 dənə tərəflərin cəmini üstə gəl. 2N. Çıx. Perimetr ABD. ABD üçbucağımız haradır? ABD. Hansı tərəfləri görür? M, üzərinə gəl 2A, üzərinə gəl N. Bərabərdir nəyə? 14-ə. Burada mötərizəni vuruq açaq. 2M, üzərinə gəl 2N. Qarşıda mənfi olduğuna görə hamısı işarəsini dəyişəcək. Çıx M, çıx 2A, çıx N. Bərabərdir nəyə? 14-ə. 2M-dən M çıxsam, olar M. 2N-dən N çıxsam, olacaq, üzərinə gəlir N. Çıx 2A. Bərabər nəyə? 14-ə. Bizdən nə istəyir? Bizdə deyir BD. BD-miz elə 2A deyilmi? 2A-nın yerinə 12 yazaram. Olar M üstə gəl N, çıx 12. Bərabərdir 14-ə. M üzərinə gəl N, bərabərdir 26-ya. 26. Bildiniz burada niyə görə yazdıq bunu? 2A-nın yerinə 12 yazdım. Bax, burada deyir ki, dəqiqə, demək, 24 saat. Hə, BD, bax, burada da. Görürsünüz, bura nə görür? 2 dənə A görür də. Bax, bir bu, bir də bu. 2A deyir 12-dir. Yəni, 2A-nın yerinə 12 yazdım. M üstəgə N tapdım ki, 26-dır. Burada 26 biraz səliqəsiz düşdü. Deməli, 26-dır. Bizdən nə istəyir? Paralelogram perimetri. Aha, paralelogramın perimetri. Şəkli artıq sildirəm. Paralelogramın perimetri nəyə bərabər? Tərəflərinin cəminin iki misli. Tərəflərini də M-ni işarələmişdik. 2 vurulsun M üzərinə gəl N. O da bərabərdir. 2 vurulsun M üzərinə gəl N 26 tapmışıq. O da eləyəcək 52. Bu qədər. Davam edək 25-ci sualla. 25-ci sualla davam edək. Görüb bizdə nə deyir? Yenə burada deyir ABC, yenə bu şəkildən söhbət gedir. ABCD paralelogramında BC 25 O nöqtəsində kəsişir diaqonallar. AC diaqonalların xassəsi nə idi? Kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. BB burada A deyirəm. İndi bizdə 26-da nə deyir? Deyir ki, daha doğrusu 25-də AC-miz nəyi görür? 2B-ni görür. Üzərinə gəlirik. BD-miz də nəyi görür? 2A-nı görür. Bərabər nəyə? Dedikcə şəkilə baxsaz, diqqət eləyəsəz, görərsiniz ki, niyə görə 2B üzərinə gəl 2A oldu. Bərabərdə 40-a. Burada A üzərinə gəl B-ni tapıram. Vuruq hasil. Vurğu tapmaq üçün hasili müəllim vurğa bölürük. 40-ı 2-yə böləndə 20 eləyir. Nəsə davam edirik. İndi deyir, AB üstə gəl CD. AB-yə bir gəlin M deyək. CD-yə CD. CD də burada. Bax, paralelogram qarşı tərəflər bərabərdir axı. Cəm 32 veribsə, deməli bu elə M-miz neymiş? Yarıya bölərəm 16. Çünki paralelogram qarşı tərəflər bir-birinə bərabərdir. COD. Baxaq görək. COD. Üçbucağın perimetrini istəyir. Bu üçbucağın perimetri deyəndə sağ tərəflərə baxaraq görək nələri görür? B-ni görür, A-nı görür, bir də M-i görür. Deməli, üçbucaq COD bərabərdir. B üzərinə gəlirik, A üzərinə gəlirik M. Bərabərdir. B üzərinə gəl A-nı tapdıq 20. M-i də tapdıq 16. O deyir 36. Bu qədər bəsit. Deməli, keçək 26-cı tapşırığa. 26-cı tapşırıqda görək bizdən. Yaxşı, burada şəkil yaxşı düşməyib. 26-cı tapşırıqda görək bizdən şəkildə nə verilibdir. Baxın, görün burada. Bunu ona görə skrin edeyim. Orada bir şəkildə yaxşı düşməyibdir. Davam edək. Bu 26-cı sualdır. Deməli, ABC paralelogramında AC və BD diaqonalar. Yenə diaqonallar xassəsini xatırlayaq. Diaqonallar kəsişir. Kəsişmə nöqtəsində yarıya bölünür. Buna AA deyirəm, buna da BB deyirəm.
Yəni A və B yazmamın məqsədi o ki, yəni bərabər bölündüyünü göstərirəm. O nöqtəsində kəsişir. Perimetr A, O, D. Çıx. Perimetr A, O, B bərabərdir 4-ə. Gəlin görə perimetr A, O, D haradır? A, O, D. Bu oranın perimetri. Çıx. Perimetr A, O, B. O perimetrini də fərqli verəcəm. A, deməli A, O, B bura. Perimetr fərqi 4-dür. Gəlin paralelogramın qarşı tərəflərinə M, N deyək. İndi A, O, D. A, O, D. Gəlin görə hansı tərəfləri görür? A-nı görür, üzərinə gəlirik B, üzərinə gəlirik N. Elə ki, bax bu. Çıx mötərizədə perimetr A, O, B. A, B hansı tərəflər görür? Bu. B üzərinə gəlirik A, üzərinə gəlirik N. Bərabər nəyə? 4-ə. İndi A üzrlüsən. Deməli A üzərinə gəlirik B, üzərinə gəlirik N. Çıx B, çıx A, çıx M. Bərabərdir 4-ə. Qarşıda mənfi olanda işarələr dəyişir. A'lar getdi. Sonra B'lər getdi. Qaldı N. Qaldı N, çıx M. N, çıx M. Bərabər nəyə? 4-ə. 26-cı tapşırıqda bunu tapdıq ki, N çıx M bərabər 4-ə. İndi artıq informasiyaları silək. Buradan bir də təzədən yazacağım ki, görə başqa bizə nə veribdir? N, çıx M bərabərdir 4-ə. Və 26-da deyir ki, 3AD. AD. AD-miz nədir? N. 3N çıx 2AB. AB-mizdə M-lə işarələmişik. 2M bərabər nəyə? 23-ə. Bunda yəni müxtəlif üsulla həlli var. Burada N taparam. Gətirib aşağıda N qoyaram. Amma mən sistemlə gedəcəm. Burada aşağıda 2M vardı ya, yuxarında M-ləri bərabərləşdirəm də 2-yə vuraram. Onlar nə? Aşağıdan yazacağım. 2N çıx 2M bərabərdir 8-ə. 8-ə. Deməli, bu da olacaq 3N çıx 2M bərabərdir 23-ə. Yuxarıdan aşağına çıxaram ki, M-lər geçsin. 3N-dən 2N çıxsam, N qalar. Mənfi 2M-dən, onu aşağıda göstərəcəm, çıxsam, mənfi 2M-i. 2 mənfi yan-yana gələndə olur müsbət. İndi 2M-in biri mənfidir, biri müsbət. Bunlar islah olur, 0 qalırmı? Bəli. Ona görə olur N bərabər 23-dən 8 çıxsaq 15. Əla. N-i tapdıq 15. M-i tapaq. Görək, bəlkə bizdən M istəyir. N bərabərdir. Gətirib elə ki, burada yerinə qoyuram. N deməli olacaq 15 çıx 4. O da bərabərdir 11-ə. 26 tapış görək bizdə nə istəyir? Paralelogramın perimetri. M-i N-i tapdımsa artıq problem yox. Paralelogramın perimetri nəyə bərabərdir? 2 vurulsun tərəflərinin cəmini. O da bərabərdir 2 vurulsun 15 üzərinə gəlirik 11. Bunu hesablayırıq. Deməli, davam edək 17-ci tapşırıqla. Daha doğrusu 27-ci tapşırıqla. 27 görə bizdə nə istəyir? Perimetri 64 cm olan abizi paralel. Yenə gəlin bax. M. Gəlin tərəfləri falan qeyd edək ki, artıq bizdə onsuz ki, perimetr, tərəf, diagonal falan verdiyinə görə tərəflərimizi qeyd edək. Deməli, bura yazırıq M. Dəqiqə. Bura yazıram bir M. M. Bura yazıram N. N. Elədir mi? İndi baxaq görə bizdə nə istəyir? Bilirik ki, paralelogram diagonallar kəşfə nöqtəsinə yarıya bölünür. Burada A yazıram. A. Burada B. Burada B. Bu işarələməmi elədim. 27. Perimetri 64. Perimetri dediyinə görə tərəfləri cəmləyirəm. M üzərinə gəl N vur. 2 bərabərdir 64-ə. Deməli, buradan tapıram ki, M üzərinə gəl N bərabər nəyə? 32-yə. Acı diagonal O nöqtəsinə ki, P, A, O, D. Perimetri A, O, D. A, O, D. Bax bura. Bunun gördüyü tərəflər hansılardır? N, A, B.
Bunları silirəm. Aşağıda yazıram. Sonra davamını oxuyacağım. Deməli, A üzərinə gəl, B üzərinə gəl, in, çıx. Bax, şərtdə verib. İndi perimetri COD. Gəlin COD görək haranı görür. Aha, abi, bura C'dir, bura D. COD. Bu da görür A, B, M tərəfini. İndi burada davam edək. A üzərinə gəl, B üzərinə gəlirik, M. Bərabər nəyə? 8-ə. Açaq. A üzərinə gəl, B üzərinə gəl, in, çıx, A, çıx, B, çıx, in, bərabərdir 8. Qabaqda mənfi olduğuna görə işarələr dəyişir. A'lar getdi, B'lər getdi, qaldı. In, çıx, in, bərabər nəyə? 8-ə. Yuxarıda da perimetrə görə tapdıqmı? M üzərinə gəlirik, in, bərabərdir 32-yə. Yenə sistemlə geçsə tərəf-tərəfə toplasaq m'lər gedər. Onlar 2n bərabərdir 40-a. M bərabərdir 20-yə. N 20-dirsə, gətir burada n-i yerinə 20 qoyub m-i tapıram. M bərabərdir 20 çıx 8. O da eləyir 10 bərabərdir. O da eləyir 12. M-i tapdım 12, n tapdım 20. Görüb bizdən nə istəyir? AD tərəfini istəyir. AD tərəfində nə ilə işarələmişik? N ilə işarələmişik. N-imiz də elə 20-dir. M-i tapmaya ehtiyac yox idi. Gəl davam elə 28-ci tapşırıqla. 28-də yenə ABCD paralleloqram. Burada bu səfərdə 25-ci şəkildir. Yaxşı, bir dəqiqə bunu. Gəlin bunu skrin eləyək. Copy. Deməli, buyurun. Deməli, buraya yazıram 28. Bunları biraz tamamlayaq. Bura n. Yaxşı, getdik. 28. ABCD paralleloqramında ABCD'nin perimetri. Yenə M üzərinə gəl, n 2 bərabər nəyə? 78-ə. Burada M üzərinə gəl, n tapa bilərikmi? 39 2-yə böldük. Perimetr ABD. ABD. Deməli, ABD. Bax bura. Bura nəyi görür? Bax, bu tərəfi görür. Bu tərəfim nədir? 2B. Bu tərəfimi görür n. Bu tərəfimi görür n. Yəni, o içəridəki A sizi çaşdırmasın. M üzərinə gəl 2B. Üzərinə gəl n. Bərabər nəyə? 28-də 78-ə. Yox, 78 ümumi perimetri idi. 58-ə. AD 21. AD haradır? Bax bura. N bərabər nəyə? 21-ə. BD tərəfini istəyir. Deməli, BD. BD, yəni 2B. 2B sual. Əla, 2B. Heç bunu vermək mənasız idi. Buradan elə 2B yazaram. 2B bərabərdir 58 çıx. M üstə gəl n-i elə bir sağ tərəfə keçirdərəm. M üstə gəl n-i tapdıq perimetrdən 39-dur. Deməli, 2B bərabərdir 58 çıx 39. O da eləyəcək 19. Da 2-yə bölmür ya. Biz elə 2B-ni istəyir. BD-ni istəyir. BD-miz də elə 2B-dir. Bu qədər rahat. Asan idi bu. Yaxşı, keçək 29-cu suala. 29-cu sual elə bu şəkildir. Deməli, 29. Onlar digər səhifədə verilibdir. Ona görə mən özüm qabaqcadan çəkmişəm. Perimetri 80 desimetr olan ABCD paralleloqramında perimetri yenə paralleloqramın tərəflərini A, B işarələyirəm. Perimetri 80 desimetr. Perimetri nə idi? 2 vurulsun A üzərinə gəl, B bərabər nəyə? 80-ə. Buradan A üzərinə gəl, B-ni tapıram ki, 82-yə bölərəm 40. Paralleloqramda BM AD-yə, gəlin belə işarələməni göstərim. BM AD-yə perpendikulyardır. Perpendikulyar nədir? 90 dərəcə əmələ gətirir. Sonra BN CD-yə perpendikulyar, yəni burada da 90 dərəcə əmələ gətirir. Yaxşı, bunları sildik. ABC. ABC. Bax, bu bucaqdan ABC. Yəni, paralleloqramın kör bucağı veribsə bizə nə? 150. Mən buraya yazmıram ki, qarşılıqlı düşməsin.
O çor bucaqları bərabərdir. Ona görə mən bu ABC-nin bucağını bura yaza bilərəmmi? Bəli. Çünki paralelogramın çor bucaqları bir-birinə bərabərdir. Burada yazdım ki, qarşılıqlıq düşməsin, orada şəkil itməsin. 150-dir. Aha, paralelogramın əgər bir çor bucağı 150-dirsə, bilirik ki, paralelogramın çor bucağı ilə iti bucağının cəmi 180 dərəcəyə bərabərdir. Paralelogramda iti ilə çorun cəmi 180 dərəcə. Bu da paralel düz xəttin kəsr əməliyyatı, daxili çarpaz, sonra bir tərəfli, bax bu xassələrdən gəlir. Deməli, bunun əgər çor bucağı 150-dirsə, deməli, iti bucağı nə olacaq? 30 dərəcə olacaq. Paralelogramın iti bucaqları buradır da. Bura 30-sa, burada olacaq 30. Yazdım bunu. BM haradır? Bura. Baxın, BM buradır. BM-in BN-ə nisbəti. Üstdən siləm. Deməli, 2-nin 3-ə nisbətidir. Bura yazaram 2K, burada yazaram 3K. İndi gəlin belə bir xassəni, heç mən baxmıram məndən nə istəyir. Bunları silirəm. Belə bir xassəni yadımıza salırıq. Düz bucaqlı, üç bucaqlı 30-60 dərəcənin xassəsi var idi. Gəlin, o düz bucaqlı, üç bucağı bura qeyd edeyim. 30 dərəcəli, bu da 90. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni, hipotenuzum 2x-sa, bura olacaq x. Yəni, misal deyək, tutaq ki, bura verib 30, burada deyək ki, 66-dır. 30, tərəf deyir 6-dır. Digər 30 dərəcənin qarşısındakı katet tap. 6-nı 2-yə bölürəm 3. Daha doğrusu 6-nı 2-yə bölürəm 3. 3 deyib 2 yazıram. Yaxşı. Bu xassənin 30-60-ın xassəsini yadımıza saldıq. Niyə görə deyirəm? İndi deyəcəm. Bax, burada düz bucaqlı üst bucaq yaranıbdır. Baxın burada. Düz bucaqlı üst bucaq yaranıbdır. Və 30 dərəcə var. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Əgər bu 30 dərəcənin qarşısındakı katet 2K-sa, deməli, hipotenuzum 4K imiş ki, deməli, 4K-nın yarısı 2K eləyərdə. Deməli, hipotenuzum neymiş? 4K imiş. 29-cu sual. Aha. Burada indi yenə, bura 3K-dır. Yenə bax, bu da 30 dərəcənin qarşısındadır. 30 dərəcə bucaq qarşısında, bax, burada da bu düz bucaqlıdan söhbət gedir. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Əgər 30 dərəcənin qarşısındakı katet 3K-dırsa, deməli, hipotenuzum onda mənim neçə K imiş? 6K imiş ki, 6K-nın yarısı 3K eləyib. Paralelogramın tərəflərinə çıxış verdim. Paralelogramın tərəfləri biri 4K-dır, biri də 6K-dır. Bizi qabaqda verir perimetr 80-dir. 2 vurulsun 4K 6K bərabərdir 80-ə. Deməli, 10K bərabər 80-i 2-yə bölərəm. 40, K bərabər nəyə? 4-ə. Tərəflərimizi tapaq. Bura olar 4 vur 4, 16. Bura olar 6 vur 4, 24. BM və BN-i tap. BM nədir? 2K-dır. K-da 4 tapmışıq da. Deməli, olacaq BM bərabərdir 2K-ya. O da bərabərdir 8-ə. İndi BN. BN də nədir? 3K-dır. O da bərabərdir 3 vur 4, bərabərdir 12-yə. Bu qədər. Deməli, keçək 30-cu və sonuncu suala. Hər səfər çalışacağım bir səhifə izah verim. Deməli, 30-cu çalışmaya baxırıq. 30-da da yenə ABC paralelogramı. Gəlin buralara A, B, bura N. 30-da nədir? Paralelogramında yenə ABC, baxın. ABC, bax, buranı verib 150. Bu iti çor bucağım 150-dirsə, paralelogramı bilir 2 çor bucağı var da, elə bir ki, baxın belə. Çorla çor bərabərdir, iti ilə də iti bərabərdir. Xassəni də yadımıza saldıq. Deməli, özü verib çor bucağı, buranı verib 150. Deməli, o 150 mən burada yaza bilərəm, 150. Və dayanıram. Bilirəm ki, paralelogramda iti ilə çorun cəmi 180 dərəcədir. Burada bizdə əgər çor bucağı 150 verirsə, onda iti bucağım neçə dərəcə olacaq? 30 dərəcə. Yenə 60 xassəsi gəldi. Burada indi nə deyir? BM üzərinə gəl BN. BM
BM, gəl BM-ə bir x deyək. BN-ə də bir y deyək. Deməli, x üzərinə gəlirik. Y bərabər nəyə? 84-ə. AD çıx AB. AD-miz nədir? B-dir. B çıx. AB-miz nədir? A-dır. O da bərabərdir 16-ya. İndi dayanırıq. Yenə 30 dərəcə, bax, bu düzbucaqlı üçbucaqda 30 dərəcə gördüm. Dayanıram. Deyirəm, 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Əgər 30 dərəcənin qarşısındakı katet x-dırsa, deməli, onda onun qarşısındakı, daha doğrusu hipotenuzumuz olacaq necə? 2x olacaq da. Niyə? 2x-in yarısı x eləyir. Xassədir bu. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuz nədir? Düzbucağın qarşısındakıdır. Yarısına bərabərdir. İndi burada yenə 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yarısı y-dirsə, deməli özü neymiş? 2y imiş. İndi gəlin yerinə qoyaq. B-nin yerinə qoyuram 2y çıx 2x bərabər nəyə? 16-ya. Buradan y çıx x 2-ni çıxardıq. Elə bir 16-nı 2-yə bölürəm 8. Bir tərəfdən də bunu özü veribdir. X üzərinə gəlir. Y bərabərdir. Baxın bir də məsələyə 84 alalım. Hə, 84-ə. Burada yenə tərəf-tərəfi toplasam görüm x-lar gedər. Onlar belə 2y bərabərdir. Deməli 92-yə. Y bərabərdir 4, 6, 46. Bizə nə isə AD və AB-ni. AD və AB. AD-miz 2y-dir. Elə bir AD burada da qarşı tərəflər. AB-miz isə 2x. Deməli, x-də tapmalıyıq. Gətirib fərq yoxdur. İstəyirsən burada, qoy, istəyirsən burada. Y-in 46-dırsa, olacaq. Gəlin, bu artıq informasiyaları silək. Y-i tapdıq neçə? Y bərabərdir 46. İndi yazıram 46 çıx x bərabərdir 8-ə. X bərabərdir 46 çıx 8. O da bərabərdir 38-ə. Yəni görüm düz çıxdım. Bəli. 38-ə. İndi bizdən nə istəyir? Bu 46-dır. X də bərabərdir 38-ə. Bizdən AD, bunları silirəm. AD yazıram. AD bərabərdir 2y-ə, o da bərabərdir 2 vur 46. Bir də AB bərabərdir 2x-ə, o da bərabərdir 2 vur 38. Hesablayıb vaxtımızı itirməyək. Diqqətiniz üçün təşəkkürlər. Kanalıma abunə olub dəstək olun ki, daha da davamını izah edeyim. Diqqətiniz üçün təşəkkürlər.